17-ci əsrdə Aysu, əsas torpaq mülkiyyət formalarımız hansı olmuşdu? İcma, mülk, divan, xalisə, tiyul, bidəq, Dini idarələrə məxsus olan torpaqlar necə adlanırdı? bəlk, Cəmaatlığa məxsus olan torpaqlar, icma, xidmət müqamində verilən torpaqlar, tiyul, yaxşı. Dövlətə məxsus olan torpaqlar, divan, divan, bəli. Səfəvilər dövlətin əsasını kim qoymuşdu? Səfəvər Şah İsmayıl Xətai, Səfəvilər dövlətinin paytaxtı olmuş şəhər, Təbriz, Qəzvin, İsfahan, bəli, müxtəlif zamanlarda müxtəlif paytaxtları da olmuşdu. Yaxşı. Şəki xanlığın əsasını kim qoymuşdu? Hacı Çələbi, Hacı Çələbi. İlk müstəqil xanlığımız hansıdır bəs? elə Şəki xanlığıdır. Şəki xanlığı. Yaxşı. Cəlalilərin Çıxusət və İlərbəyliyin ərazisində məskun salmasına vaxtı? 1591, yox 1603-dür deyəsən. 1608-ci ildə. Bəs Cəlalilərin Təbrizdəki ən böyük üsyan nə zaman olmuşdu? 1591 Koroğlunun başçılığı ilə. 1591-ci ildə. Yəni Cəlalilər hərəkatına ümumiyyətlə Koroğlu başçılıq edibdi. Birinci Abbasın ordu islahatı vardı. Ordu islahatı əsasında ordu neçə hissədən ibarət idi və hansılar idi? Topçular, tüfəngçilər, qızılbaşlar, Nadirin şahlıq dövrü Nadirin şahlıq dövrü 1732-1736. 1736-1747. bəli, amma xanlıq dövrü neçənci illərə aid edir? 1732-1736. 1732-1736-cı illərdə. Qarabağ xanlığının əsasını kim qoymuşdu? Pənahəli xan Cavanşir tayfasından alıb Pənahəli xan. Pənahəli xan olmuşdu. Ümumiyyətlə Qarabağ xanlığının ərazisində 3 möhtəşəm müdafiə qalası inşa olunmuşdu. Hansılar idi? Birincisi Pənahabad qalası, Kəbirli qalası və Şahbulalda Ağdaş qalası. Yaxşı. De görüm, 17-ci əsrdə əsas kəndlər neçə qrupa bölünürdü və hansılar idi? Rəiyyətlər, rəcbərlər, elatlar. Rəiyyət, rəncbər, elatlar idi. San Mirzələr kimlər idi? San Mirzənin yalançı şəhzadələr idi. Yalançı şəhzadələr adlandırırlar. Neçə San Mirzə mövcud olmuşdu? 3 San Mirzə, ikisi 1743, birinci və ikinci San Mirzə idi. 1747-də isə 3-cü San Mirzə idi və birinci ilə ikinci Nəsrullah, üçüncüsü isə Əmir Aslan yatırmışdı. Bəli, geniş məlumata görə təşəkkürlər. Yaxşı. De görüm, Ruslar 1-ci Pyotrun başçılığı altında Xəzər sahili bölgələrinin işğalına nə vaxt başladı, nə vaxtı bitirdi? 1730-cu ildə başladı, 35-ci ildə bitirdi. 22-ci il başladı,